Əgər insan deyirsə ki, Quran nazil olub və siz Quran-ı Kərimi sünnəsiz başa düşün, hədissiz başa düşün, peyğəmbərsiz başa düşün. Aydındır? Və insanlar müxtəlifdir. Özünüz də bilirsiniz ki, insanlar müxtəlifdir, ağılları, örfləri, adətləri hərə bir cürdür. Kimin başa düşməyi ilə düşək Quranı başa? Yəni, kimin anlayışı ilə Quranı başa düşək? Əgər insanlar ixtilaf eləsələr Quranda, dönüş məsdəri haradır? Aydındır? Əgər Quranda ixtilaf eləsələr, dönüş məsdəri haradır? Yox, adam desə ki, əgər mənim izahıma dönün, yəni mən izah edeyim sizə, o zaman İbn Abbas səndən xeyirlidir. İbn Məsud səndən xeyirlidir. Allah Resulü sallallahu aleyhi və səlləm onlardan əvvəl səndən xeyirlidir. Yəni, onların izahının bizə xeyri, sənin indi bizə etdiyin izahdan xeyirlidir. Əgər sən Quranın izahını bağlamısansa, insanların fəhminə, insanların anlayışına, o zaman ixtilaf zamanı dönüş yeri haradır?